Abşeron rayon polis idarəsinin və ərazi üzrə Saray, Mehdiyabad və Qobu polis bölmələrinin əməkdaşları tərəfindən hüquq pozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib. Bu barədə Stop Narkotik Aza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, isti izlərlə 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib. Abşeron rayon polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb. Abşeron rayonunda qeyd olunan istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.